Trampdan inciyən Zelenski qəflətdən ayıldı. Avropa Ukraynanı yem eləyir. Kremli Amerika Birləşmiş Ştatları dayandıra bilər. Donald Trump'ın yenidən prezident olması Amerika Birləşmiş Ştatlarının Avropadakı müttəfiqlərini sanki silkələyib. Avropa ölkələri liderlərinin bir həftə ərzində 2 dəfə görüşmələri bunu təsdiqləyir. Bu qitənin aparıcı ölkələri, Avropa İttifaqı və NATO üzvləri hərbləşmə istiqamətində yeni təklif irəli sürüblər. İttifaqın liderləri martın 6-sında Brüsseldə keçirilən sammitdə Avropa Komissiyasının təklif elədiyi qitənin 800 milyard avroluq hərbləşməsi planı üzrə razılığa gəliblər. Avropa Komissiyası həmçinin ölkələrə silah istehsalı üçün daha 650 milyard avro cəlb eləmək üçün müdafiə xərclərini 1,5% artırmağı təklif eləyib. Bu məbləğin dövlət kreditləri şəklində Avropa İttifaqı ölkələri tərəfindən cəlb edilməsi nəzərdə tutulur. Bununla da Avropa İttifaqı təhlükəsizliyinin yalnız Amerika Birləşmiş Ştatlarından asılılığını minimuma endirməyə çalışır. Brüssel zirvə toplantısında iştirak edən Zelenski qarşıdan gələn həftədə Səudiyyə Ərəbistanında Ukrayna Amerika Birləşmiş Ştatları nümayəndələrinin görüşünün keçiriləcəyini təsdiqləyib. Həmin görüşdə sülhün bərqərar olması üçün iki ölkə arasında əməkdaşlıq müzakirə olunacaq. Zelenski bildirib ki, martın 8-də Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salmanla görüşəcək. Ölkəsinin təmsilçiləri isə Amerika Birləşmiş Ştatlarının nümayəndələri ilə görüşəcək. Bu tədbirin martın 11-i və 12-sində Səudiyyə Ərəbistanının Ər-Riyad və ya Ciddə şəhərində keçiriləcəyi ehtimal edilir. Bununla da Amerika Birləşmiş Ştatlarının faydalı qazıntılar, sülh sazişi, sonra isə təhlükəsizlik təminatı planının reallaşması ehtimalı daha çoxdur. Avropa İttifaqı isə müharibəni gücdən keçən sülh yolu ilə dayandırmağa səy göstərir. Avropa İttifaqı Ukraynada ədalətli və davamlı sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri alqışlasa da bir sıra şərtlər irəli sürüb. İştirakı olmadan Ukrayna ilə bağlı danışıqlar aparıla bilməz. Avropasız onun təhlükəsizliyinə dair heç bir danışıqlar aparıla bilməz. Atəşkəs yalnız Ukraynanın ərazi bütövlüyünün təmin olunması, ərazi bütövlüyünə hörmət edilməklə hərtərəfli sülh sazişini aparan prosesin bir hissəsi kimi qəbul edilə bilər. Bu şərtlərin reallaşması Avropa İttifaqının Ukraynaya real dəstəyindən daha çox asılı ola bilər. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio Fox News-a müsahibəsində bildirib ki, Rusiyanın Ukraynaya qarşı iri miqyaslı müharibəsi əslində ştatlar və federasiya arasında proksi savaşdır. Onun sözlərinə görə hazırda müharibəni bitirmək üçün heç kimin planı və ya ideyası yoxdur. Ukraynanın və müttəfiqlərin gəlin müharibəni sadəcə nə qədər lazımdır davam elətdirək bəyanatı strategiyanın olmamasıdır. Dövlət katibi əlavə eləyib ki, Prezident Donald Trump əvvəldən bu münaqişəyə dalana dirənən kimi baxıb. Deməli, rəsmi Vaşinqtonun dəyərləndirməsinə əsasən Rusiya ilə savaşda Ukrayna Amerika Birləşmiş Ştatlarının proksi qüvvəsi olaraq çıxış edir. Belə olan halda müharibəni bitirmək üçün Avropa İttifaqına aparıcı rol qalmır. Ukraynadakı müharibədən istifadə eləyərək o müstəqil şəkildə öz təhlükəsizliyini təmin etməyə, hərbi koalisiya yaratmağa hazırlaşır. Odur ki, belə bir Avropa İttifaqı Ukraynaya nə sülh gətirə, nə də savaşın qarşısını ala bilər. Bu qurumun aparıcılarından biri Fransadır. Rəsmi Paris belə məsələlərdə artıq real qüvvə sayılmır. O özünü əsas fiqur kimi göstərməyə çalışsa da əvvəl-axır yerinə otuzdurulur. Beləliklə, Avropa İttifaqının rəsmi Kiyevdən Ağ Evə qarşı təzyiq vasitəsi olaraq istifadə eləməsi cəhdi sıfırlanır. Ukrayna Amerika Birləşmiş Ştatlarının çətiri altına gəlir. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.